Qazaxda əmək yarmarkası keçirilib. Dövlət Məşğulluq Agentliyinin Qazax Tovuz Regional Məşğulluq Filialı və Bakı Dövlət Universitetinin Qazax Filialının birgə təşkilatçılığı ilə keçirilən yarmarkada 16 müəssisə üzrə 102 vakansiya təqdim olunub. Məqsəd universitetin məzunlarının müvafiq inzibati ərazi üzrə mövcud vakant iş yerləri haqqında məlumat əldə etmələri, onların aktiv məşğulluq tədbirlərinə cəlb olunması, habelə işə götürənlərə kadr seçimində köməklik göstərilməsidir. Yarmarkada kifayət qədər işsizlərimiz iştirak edirlər. Onlar yaxınlaşırlar həmin işə götürənlərə və onların uyğun namizədlərin sivləri qəbul olunub. Uyğun namizədlərin sivləri qəbul olunduqdan sonra onlar növbəti mərhələyə dəvət olunurlar. Birinci kurs tələbəsi olaraq mən gələcək karyeramı necə qurmalı olduğum haqqında buradan çoxlu informasiyalar əldə etdim. Bu vakansiyalar həm bizim üçün, həm hazırda təhsil alan məzun tələbələrimiz üçün olduqca əlverişli bir şəraitdir. Niyə? Çünki burada 4-cü kurs tələbələri bilirsiniz ki, tədrisi başa vuransa işlə təmin olunmalıdırlar və tərəfdaş olan qurumların vakansiyaları açıq şəkildə bizə göstərilir.